Namaz qılan bilir ki, haqq nədir, nahaq nədir. Budur İmam Peyğəmbər tanıyan mömin adam. Necə susmalıdır ki? Bax, bəzən bizdə həm düşüncə ortaya atılır, cəmaət yersiz olaraq susublar dindarlar, yersiz olaraq, məsələn, kimsə bunun tərəzidə haqqını kəsib deyə zülmə məruz qalıb, susub, cəmaətin zehnində də bu yaranıb ki, deməli, namaz qılan başına, nəlim, oynat, əlindən çörəyi al, namaz qılan olduğu üçün susmalıdır deyə namaz qılmıram. Və hətta deyiblər ki, namaz qılanda haqqlar əlinə alır, susmalısan, dilləməli deyilsən, deyən bu has qanundur. İmam Peyğəmbər niyə susmurdular? Haqqlarını tələb edirlər. O keşişi, bir Əyyam Fatimə, xanım Fatimə haqqı nə tələb edirdi bəs? Namaz qılmalıq, yəni susmaq deməkdir. Deyib, bəzi düşünür belə. Baxla, biz burada analiz aparır, inşallah biz yavaş-yavaş anəxına kimi alaşacaq ki, mən həqiqətən bu düzgün fikirdir, sübutlarla. Ağına uyğun gəlmir. Deyir, hə, onda belə olsa, bəs niyə İmam Peyğəmbər kasıb olublar? Əli Əsam dövründə cəmaat İmam Peyğəmbərin dövründə giyərdi cırıq yamaqlı paltar, cəmaat giyinirdi deyə İmam Peyğəmbər də elə giyinirdi. İmam Sadiq isə giymiş nə ağabbaq təzə paltar, siksiz, nəlim, yamağı, cırığı olmadan. İmam Sadiq isə atom baban belə giyinmirdi axı. Yamaqlı, cırıqlı giyinirdilər. Və sən belə giyinirsən. Deyir, o dövrdə belə giyinir cəmaat. İmam cəmaatdan fərqləməsin deyə onlar kimi giyinirdi. İkinci dövrdə belə giyinən yoxdur deyə, mən giyirsən yamaqlı, cırıq, mən gerilir qalmış hesab olunacağam, mən qəbul olunmayacağam. Bugün geyim budursa, mən bu geyinməliyəm. Baxın, adı bir geyimdir. Yəni, biz dindarların bəzən qüsurundadır. Məsələn, elə var ki, bilirsiniz, hicab vacibdir. Çarşaf vacib deyil. Xanım var, çarşaflı da Allah qəbul olsun. Buna yaxşı vəzifə təyinləyiblər. Gəl, vəzifəsi var, maaşdır, al təhsillisən filan. Amma sən çarşafla gəlmə, hicabla giyin, gəl işə. Deyir, yox. Atam həmən çarşafı, xanım Zəhra aşiq deyirsə, xanım, çarşaf vacib deyil də. Düzdür. Hicabla ged işə, sən hicabla işə qəbul eləyirlər. Niyə əllərini çıxarsan maaşı? Haram maaşdır, haram iş deyil. Və üstəlik sən burada vacibdən boyun qaçırmırsan. Hicab başındadır. Heç mi səbəb sözün verir. Yaxşı, işə qədər ged çarşafla, çatanaqın çarşafı çıxar, ged işə, işlə. Çıxanda çarşaf ala başma. Bəzi hallarda, bax belə, bizim vacibatımız odur, təminat olmalıyıq, yemək içməyimiz bizim olmalıdır, pulumuz olmalıdır. Vacib əllərini çıxardıraq müstəhəbbə görə. Sən bilirsən, sən bunu eləməsən, sənin dolanışığın olmayacaq. Müstəhəbbə sən sağa qazanırsan, amma vacib axı qalıb orada. Bunu deyəndə bəzən radikal deyil, nəsə pis qarşı bu mənim bu fikrim. Mən deyəm ki, bu həm də şəri hökmdür. Bu adam vacibdən boyun qaçırmır ki, müstəhəbdən boyun qaçırır ki, vacibə çatsın. Biz bəzi hallara yerini bilmirik, yersiz təvazükarlıq eləyirik, təvazü olmayan yerdə təvazü eləyirik, təkəbbür lazım olan yerdə təkəbbür eləmirik deyə əlimizə haqqımızı alırlar. Yaxşı, yəni nəticə qınamaq var. Nəticə qınamaq var. Hə, belə yox, bunun səbəbi nədir? Bəzi insanın özünün səhlənkarlığı, səhvi, sərəşəsizliyi səbəb olur ki, nə olsun, haqq tapdalansın. Haqqın əlinə alsınlar. Yəni, hələ həmişə dindarın, yox, mən ona baxmıram. Deyəm, səhv səndədir. Nə olsun, tərəf namazı qılan deyil. Amma sənin səhvindir burada. Hər bir halda, yəni, təkərləm, məzlumluq, bünövrədir, ta təqvalı olsan, belə bir qanunumuz yoxdur. Süleyman Peyğəmbər məzlum idi ki, ta təqvalı idi. Yəni, nə fikrin mətləb bu? İstəyən ki, olasan mömin, təqvalı, sən gələn məzlum olasan, kasıb olasan, quru çörək yeyəsən, yamaqlı geyinəsən, yox, bu nə dindir? Bax, bəzən bizdə Azərbaycanda hal-hazırda belə təbliğ edən dindar bir qrup var. Hər şeyi haram bilirlər, hər şeyi. Elə şeylər deyirlər ki, adam baxsan ki, bu nə fikri, bu hardan ortaya çıxır. İndi qavadan gəlir Novogol, yeni il, bir dəsə başlayacaq. Yeni il belə haramdır, Novruzda haram bilən dindarlar var. 365 gün var da, mən bilət miladı da, 364 gün Məsihinin maşını minir, Məsihinin kostyumu girir, Məsihinin istifadə veşlərindən, əşyasından, pulla, konfetindən, şokoladdan, televizordan, telefonunla
Düşmür yadına müsəlmançılığı. Məsihlər ilə bir gün bu xristian bayramıdır. 360 ki, sən bu adam telefonla istifadə edirsən. Al günün belə milad tarixləndir. Bəs harada sən müsəlmançılıq, indi düşüyadı müsəlmançılığın, indi düşüyadı var. Bax, belə bizdə belə dar-düşüncə din insanlar var. Çox təəssüf, bunlar bir sənətərdir, anlamadan dindar olanların işi çətindir. Anlamadan saqqal saxlamaq, anlamadan hicab bağlamaq, adam evin yıxır. Vay o günə ki, həmin adam gəlsən din dərslərə, vay o günə ki, həmin adam gəlsən olsun din müəllimi. Bədbəxt dili tələbəni, hər şey haram deyir. Hər şeyi. Kişi müəllimidir, oho, sən nə danırsan, o haram, görürsünüz, dində haram olmana haram edirlər. Bəzi halallar da var ki, məsələn, o da haram edirlər. Radikal yanaşanlar daha çox qanun pozanlardır. Bir qanun var, deyirlər ki, qanunu pozan, qanunu bilənlər və ya qanun qoyanlar olurlar. Radikal yanaşanlar daha çox cinayətkardır. Radikal yanaşanlar daha çox haram iş görürlər. Mən bu dedim, bizim müşahidə görəcəksiniz.